Bir şahitlik getirdiler. Ağut yatağında anası baktı gördü balaklar içinde bir göz gördüğü değil. Dedi balam ben seni yola salamda ah köyneyle yola salmıştım. De görün kim kırmızı paltardan seni eve gördüm. Ben roza demedim, burada bir roza yok. İmam Hüseyin ağam el-Yesler ağanı getirdi xeymelere. Xəcaletinden verdi Zeynep kucağına dedi apar ver Allah'ım. Xəcaletli canım atarımız kurban Hüseyin. Ağam ağam gör ne hallardan, xəcaletinden balanın arasına verebilmeli. Hanım Zeynep el-Yesler ağanı verdi anasının kucağına. Aldı eline, dedi ay dilsiz balam, ay susuz balam. Ben seni düşmanlar babamında Ahun dağına yola salmıştım. Dilsiz babam devamı var kimsenin kırmızı bundağına xeymelere verdi. Ama değiller zülfekar ile xeymeler dalında bir tane kabri kalsın. Korkuran kufeliler goherime tapalar. Korkuran bu balamın üstüne menteç atalar. Ellerim titremese hırda mezarım kazar. Balam ellerle ölür mezar iste yazar. Bu kadar okudum ta Qətli Ərbəyin rozəsində sizlərə hazırım. Amma ürəklər yanır o yerə. Bir haldeydi İmam Hüseyin dayı bacı kardeşi tanıya bilmedi. Ərəb dilindən dedi əhəntə əxini görəsən sən mənim qardaşımsan Hüseyin. Əynə əxini hardadır mənim qardaşım. Amma ondan qabaq deyən İmam Hüseyin ama yarıcan haldeydi. Hamlı hücum eden xeymələr. Şeir dedi, tökülün xeymələrə sahibiyar. Hanım Zeynep dedi Hüseyin hardasan, düşmən xeymiyə tökülür. Çare elə dədəm oğlu ay qarış. Gördülər qətricahdən hava sürünə gəlir xeymələrə dönər. Dedi, hələ mən ölməmişəm. Hələ mən ölməmişəm hücum edəyəsiz xeymələrə. Hamı qəyibdi. Daş vuran kim, neyzə vuran kim, ox vuran kim. Deyirlər bu daşların neyzələrin altında mübarək bədən o çuxur yerdən yoxa çıxır. Xanım gəldi, qardaşın axtarı şəhidlər içindən tapa bilmir. Çıxdı bir dənə hündür yerə, belə baxdı Hüseyin hardasan, dədəm oldu qardaş. Gördülər, o neyzə